Herkese salam. Bugün güvən test toplusunda Azərbaycan relyefi bölməsinin izahına baxırıq. Suallara keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, əgər izahını istədiyiniz hər hansı bir bölmə varsa, onu rəylərdə qeyd edə bilərsiniz. Üstünlük təşkil edən bölməni biz ardıcıllığı pozaraq izah edə bilərik. İlk sualımız hündürlüyü 4000 metrdən çox olan zirvələri müəyyən edin. Camışdağ 3724 metrdir. Deməli 4000 metrdən azdır. A variantı getdi. Həmçinin Dəlidağ da 3616, gəlin yazaq 3724, 3616 Dəlidağ, 3904 də Qapıcıq, hər üçü 4000 metrdən aşağıdır. B variantı Bazardüzü, bəli ən hündür zirvəmiz 4466, bu doğrudur. Biçənək aşırımında artıq pozulur, çünki biçənək aşırımının hündürlüyü 2346 metrdir, bu yanlışdır. Tufandağ, bəli Tufandağ doğrudur 4191 metr, lakin biçənək aşırımına görə biz B variantını silirik. C variantı Salavat aşırımı 2915 metr, əlbəttə ki 4000-dən yüksək deyil, çıxdıq. Qazangöldə, Kiçik Qafqazda, Zəngəzur silsiləsində 3829 metr. Daha sonra Şahdağ 4243 metr. Burada Şahdağ uyğun olsa da digər ikisi uyğunluğu pozur. Çingiz Mustafayev 4063 metr, bu doğrudur. Raqdan 4020 metr doğrudur. Yarıdağ 4116 metr doğrudur. Hər üç zirvə Böyük Qafqazda yerləşir və hündürlüyü 4000 metrdən yüksəkdir. D variantı oldu bizim cavabımız. Y variantında elə Qaraburqa pozur, çünki hündürlüyü 3471 metrdir. Pozdu. Bazaryurt 4126 metr boy uyğun olsa da Heydər zirvəsi təmsil 3751 metr olduğuna görə uyğunluğu pozur. Burada oldu D variantı. İkinci sual. Sxemə əsasən Murovdağ, Zəngəzur və Qarabağ silsilələrinin yerləşdiyi əraziləri müvafiq olaraq müəyyən edin. Baxırıq xəritəmizə. Murovdağ 2 rəqəmi ilə göstərilib. Yəni Murovdağ xarici ölkə ilə sərhəddə deyil, Kiçik Qafqazda yerləşir. Gəncə və Dağlıq Qarabağ fiziki coğrafi rayonlar arasında sərhəd təşkil edir. Amma xarici ölkə ilə sərhədi yoxdur. 2-ni götürdük. Zəngəzur Naxçıvanda yerləşən 1 nömrəli silsilədə. Qarabağ isə 3 nömrəli silsilədir. Murovdağdan daha cənubda yerləşir. Bizim uyğunluğumuz necə oldu? 2, 1, 3. D variantı. Sonra üçüncü suala baxırıq. Murovdağ Sıra dağlarına aid deyil. Camışdağ Murova aiddir. Qoşqar Murova aiddir. Hinaldağ Murova aiddir. Kəpəz Murova aiddir. Böyük Kirs isə Qarabağ silsiləsinin zirvəsidir. Qarabağ silsiləsində yerləşir. Böyük Kirs 2725 metr. Bizim cavabımız oldu. Böyük Kirs Murovdağa aid olmayan. 4. Respublikamızda abrazion düzənliklərin yarandığı ərazilər. Abraziya nədir? Dalğanın dağıcı fəaliyyəti. Yəni abrazion deyirsə, biz dalğı olan yerləri, yəni Xəzər sahili əraziləri götürməliyik. Əlbəttə ki, Qarabağ düzünü silirik. Samur Dəvəçi doğrudur, Xəzər sahilidir. Lənkəran ovalığı dəmçinin Xəzər sahili B variantı cavabımızdır. C-də yəni Qanı Xəlicə Xəzər sahili deyil. D-də Muğam və Mildüzləri Xəzər sahili deyil. Y-də də Gəncə Qazax düzü, həmçinin Şirvan düzü Xəzər sahili deyil. Oldu bizdə B variantı. 6. Şahnabad dərəsi hansı silsilədə yerləşir? Şahnabad dərəsi yan silsilədə yerləşir. Hətta qədimdə burada yarmarkaların keçirildiyi ilə bağlı, buradan Bazarcı zirvəsinin göründüyü ilə bağlı məlumatlar dərslikdə əks olunmuşdur. 6-ya baxırıq. Dağ silsilələrinin mütləq hündürlüyünün azalma sırası. Silsilələrin hündürlüyünün azalma sırasına baxaq. Baş Qafqazın ən hündür zirvəsi, yəni Azərbaycan ərazisində söhbət gedir. Bazardüzü 4466 olacaq. Yan silsilədə Şahdağ olacaq 4243. Zəngəzurda olacaq Qapıcıq 3904. Murovdağda olacaq Camışdağ 3724. Gördüyünüz kimi 4 silsilədə hündürlük çoxdan aza getdi. Yəni A-da problem yoxdur. Digərlərinə baxaq. Yan, sonra Zəngəzur, Peştəsər və Dərələyəz burada pozulub, çünki
Deməli, dərələyəz peştəsərdən daha əvvəl gəlməlidir. Əgər biz azalma ardıcıllığı ilə gediriksə, çünki dərələyəzdə Küküda 3120 metrdə və peştəsərdə, yəni ümumiyyətlə Talış dağlarında hündürlük heç 3000-ə çatmır. Ən hündürü elə kömür göylü Talış silsiləsinə aiddir bu. 2493 metr, digərləri isə artıq azalmaya doğru gedir. Yəni B-də ardıcıllıq pozulur. C-də Murovdağ sonra Zəngəzur verib, bu yanlışdır. Çünki Zəngəzurda 3904, Murovdağda 3724. Yəni Zəngəzur Murovdağdan daha hündürdür. Ona görə yanlışdır. D-də Başqafqaz, Murov, Qarabağ, Zəngəzur, Zəngəzuru sonra verməyi doğru deyil. Başqafqazdan sonra Zəngəzur, sonra Murov, sonra Qarabağ gəlməli idi. Y-də Yan, Dərələyəz, Talış Başqafqazı ən sona verib. Oysa ki, Başqafqaz bizim ən hündür silsiləmizdir. Ona görə yanlışdır. A variantı oldu bizim doğru cavabımız. 7. Ne deyir? Şahdağ silsiləsini sualın yarısı... Şahdağ silsiləsini müəyyən edin. Şahdağ silsiləsi deyir burada. Sual tam düşməsə də. Yəni başa düşürük ki, bizdə Şahdağ silsiləsini istəyir. Şahdağ zirvəsi dedikdə, əlbəttə ki, Böyük Qafqazın yan silsiləsidir. Şahdağ zirvəsi. Amma Şahdağ silsiləsi deyirsə, Kiçik Qafqaza baxırıq. Yəni, burada qarışdırmayaq. Şahdağ zirvəsi desə, Böyük Qafqaz. Şahdağ silsiləsi desə, Kiçik Qafqaza baxırıq. Həmçinin Ermənistanla sərhəddə yerləşir silsilə. Zirvə isə ümumiyyətlə sərhəddə yerləşmir. İndi burada biz baxırıq. 3 rəqəmi ilə verilmiş silsilə Şahdağ silsiləsinə uyğun gələcək. Yerini unutmayın, qəbulda istifadə oluna bilər. Şahdağ silsiləsi 3 rəqəmi ilə göstərilmiş silsilədir. Oldu C variantı. Sonra Şərqi Göyçə silsiləsi. Şərqi Göyçə silsiləsi Murovdağdan, üzr istəyirəm, Şahdağdan daha cənubda yerləşən, yenə də Ermənistanla sərhəd olan silsilədir. Kiçik Qafqazda yerləşir Şərqi Göyçə. Ermənistanla sərhəddədir. Yəni 3 də sərhəddir, 2 də sərhəddir, 3 Şahdağdır. Şahdağ. 2 isə Şərqi Göyçədir. Yəni B variantı. 9. Respublikamızın Rusiya ilə sərhədində yerləşir. Dərələyəz, Zəngəzur, Naxçıvanda da əlbəttə ki, Rusiya ilə sərhəd deyil. Qanıq, Qabırlı, Gürcüstanla sərhəddə, həmçinin Candərgöl, Astaraçay, Bolqarçay, İranla sərhəd, Başqafqaz, Sudur silsiləsi, Samur çayı. Bəli, hər üçü Rusiya ilə sərhəddə yerləşir. Başqafqaz və Sudur silsilələri, Samur çayı Rusiya ilə sərhəd. Y-də Candərgöl, Gürcüstanla sərhəddə, Acınahur ümumiyyətlə sərhəddə deyil. Oldu bizdə D variantı. Ona baxırıq. Respublikamızın cənubunda yerləşən silsiləri buradan biz seçək. Talış bəli, Burovar bəli, amma Şərqi Göyçə qərbdə yerləşir. Yanlışdır. Ümumiyyətlə Talışa aid olanları biz burada seçək. B-də də məsələn Qarabağ verib, amma cənubda deyil. C-də Ləngəbis xeyr, Böyük Qafqaza aiddir, cənubda deyil. D-də Burovar, Peştəsər, Talış. Hər üçü Talış dağlarının silsiləridir. D variantı tamamilə doğrudur. Y-də Murovdağ, Pozur ardıcıllıq. 11. Araz və Kür çayının sahillərində hansı düzənlik yerləşir? Deməli, həm Araz çayının, həm də Kür çayının sağ sahilində yerləşsin. Bu Muğan düzüdür. Muğan düzü. Deməli, Mil düzü Kürün sağ, Arazın sol qoludur. Muğan isə həm Kürün, həm də Arazın sağ sahilində yerləşən düzən. Yəni, Muğan düzü hər iki çayın sağ sahilində yerləşən düzənlikdir. Gəlin xəritədə baxaq. Baxın, Mil düzü və Muğan düzü burada qeyd olunub. Doğrudurmu? Çayları göstərim əvvəlcə. Baxın, bu Araz çayıdır. Araz. Bu isə Kür çayıdır. Mil düzünə baxırıq, birdən Muğan düzünə baxırıq. Mil düzü Kür və Arazın arasındadır. Yəni, Kürün sağ qolu, Arazın sol qolu sağ sahilində yerləşən düzənlik. Muğan isə hər iki çayın sağ sahilində yerləşən düzənlikdir. Burada da əyani şəkildə göstərdik. Şirvan və cənub-şərqi Şirvan düzü isə Kürün, yəni Araza düşmür, Kürün sol sahilində yerləşən düzənliklərdir.
Davam edirik 12-ci sualla. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn düzənlikləri müəyyən edin. Deməli, birinci Gəncə Qazax düzüdür. 2 az əvvəl göstərdim Kür və Arazın arasında Mil düzüdür. 3 Şirvan düzüdür. 4 Salyan düzüdür. İndi gəlin uyğunlaşdıraq. A variantı 1-ə Lənkəran düzü yazıb, yanlış. Lənkəran ovallığı yazıb. Yanlışdır, Lənkəran ovallığı baxın bu hissədə yerləşməlidir. B-də Gəncə Qazax düzdür. 2-yə Mil düzdür. 3-ə Şirvan düz. 4-ə Salyan düz. B variantı tamamilə doğrudur. Digərlərinə də baxaq. C-də Qarayazı deyir məsələn. Qarayazı daha qərbdə yerləşir. Hardasa baxın bu ərazilərdə yerləşən düzənlikdir. Yanlışdır. Cəyən düzü, xeyr, Cəyən düzü Araz çayı sahilində yerləşən düzənlikdir. Yanlışdır, 1-ə uyğun gəlmir. 1-ə Qarabağ düzü, xeyr, uyğun gəlmir. Qarabağ düzü daha cənubda yerləşməli idi. Burada oldu B variantı. 13-ə baxırıq. Azərbaycan okean səviyyəsindən yuxarıda yerləşən düzənliklərə bu tip suallarda yadımızda saxlamalıyıq ki, Xəzər dənizi dəniz səviyyəsindən 27 metr aşağıdır, yəni okean səviyyəsindən aşağıdır və Xəzərə yaxın olan ətraf ərazilərdə okean səviyyəsindən aşağıdır. Yəni okean səviyyəsindən yuxarı deyəndə məntiqlə biz Xəzərdən daha uzaqda yerləşən düzənlikləri götürək ki, daha yəni çətinlik yaranmasın. Məsələn, burada A-da Salyan, Cənub-Şərqi Şirvan Xəzər sahilidir. Yəni bu düzlər, Salyan, Cənub-Şərqi Şirvan, Mil düzləri okean səviyyəsindən aşağıda yerləşən düzənliklərdir. B-də Qarabağ deyir, Gəncə Qazax deyir və Hərəmi deyir. Xəritədə baxsaq görərik ki, bu 3 düz Xəzərdən daha qərbdə yerləşirlər və dəniz səviyyəsindən daha hündürdə yerləşirlər. Fiziki xəritəyə də baxsaq, biz hipsometrik şkalada görərik ki, bunların rəngi də qəhvəyi tonlardadır. Yəni hündürlük çox aşağı olanda, ovalıq olanda yaşıl rəngdə verilir. Amma qəhvəyi rəngdə verilirsə, deməli bunun hündürlüyü çoxdur digər ərazilərdən. Ona görə də Qarabağdır, Gəncə Qazaxdır, Hərəmidir. Bunlar okean səviyyəsində yuxarıda yerləşən düzənliklərdir. B variantı olacaq. C-də Lənkəran yanlışdır. Çünki Xəzər sahilidir, dəniz səviyyəsindən aşağıdır. D-də Şirvan Samur dəvəçi verib, yanlışdır, dəniz səviyyəsindən aşağıdır. Y-də Şərur düzdür, amma Lənkəranla Cənub-Şərqi Şirvan dəniz səviyyəsindən aşağı olduğuna görə biz bunu götürə bilmərik. 14. Azərbaycanın fiziki xəritəsində hansı düz daha fərqli rənglə göstərilir? Salyan, Gəncə Qazax, Muğam, Mil, Cənub-Şərqi Şirvan. Az əvvəl qeyd elədim ki, xəritədə baxsaz, Gəncə Qazax qəhvəyi sarıdır, qəhvəyi tonlarda olacaq. Amma digər 4 dənə düz yaşıl rəngdə olacaq. Çünki digərlərinin hündürlüyü daha aşağıdır. Yəni okean səviyyəsindən daha aşağıda yerləşdiyinə görə rəngləri eyni, yəni yaşlı rəngdə verilir. Amma Gəncə Qazax düzü sarı açıq qəhvəyi rəngdə veriləcək. Çünki hündürlüyü daha yüksəkdir. Burada oldu 14-də B variantı. 15-ə baxırıq. Yan silsilənin ən uca zirvəsi, yan silsilənin ən hündür zirvəsi 4243 metrdir. Bu da hansı zirvəyə uyğun gələcək? Şahdağ zirvəsinə uyğun gələcək. 16-ya baxaq. Dərələyəz və Murovdağ silsilələrinin müvafiq olaraq ən hündür zirvələri Dərələyəzdə olacaq. Küküdağ 3120 metr, 3120. Murovdağda isə Camışdağ 3724 qaldı. Burada B variantı. Çünki məsələn A-da Qızyurdu Talış aiddir. C-də Babadağ Böyük Qafqazdır. D-də Küküdağ düz olsa da Böyük Kinaldağın hündürlüyü Camışdağdan aşağıdır. Murovdağın da amma hündürlüyü Camışdağdan aşağı olduğuna görə onu götürə bilmirik. D-də Tufandağ Böyük Qafqazdır. Böyük Kirs Qarabağ silsiləsidir. 17. Qarabağ silsiləsinin ən uca zirvəsi Qarabağda ən uca Böyük Kirsdir. 2725 metr. Keçək 18-ə. Nə deyir? Kür çayının sol sahilində yerləşən düzənliklər, Kürün solunda yerləşən düzənliklərə baxırıq. Mil Muğan Kürün sağıdır. Salyan sağdadır. Şirvan, bəli, Şirvanı ki gördük, Kürün sol düzənliyi götürürük. Həm Şirvanın özünü, həm də Cənub-Şərqi Şirvanı. Qusar maili ümumiyyətlə Kür sahilində deyil gəyəndə, Cənub-Şərqi Şirvan Qarabağ düzü sağ sahildədir. Ona görə götürə bilmirik. 19.
Talış dağlarının ən uca zirvələrini müəyyən edin. Talış dağlarında biz 2 ən uca zirvə öyrənirik. Kömürköy və Qapıqızyurdu. Kömürgöy olur, qeyd eləyək, 2493 metr. Qızyurdu olur 2433 metr. D variantı. Sonra 20-də Naxçıvanın alçaq dağlıq əraziləri və Qobustan üçün səciyyəvi olan relyef formalara arid denudasyon götürürük. Yəni quraqlıq ərazilərdə arid denudasyon, quraq parçalanma. Naxçıvanın alçaq dağlığı desə, Qobustan desə, bundan əlavə əgər Acınoxur Ceyran çölü desə, biz arid denudasiyona götürə bilirik. 21. Azərbaycan fiziki xəritəsində hansı düz daha fərqli rənglə göstəriləcək? Baxaq. Sədərək, Böyükdüz, Gülüstan, Şərur, Muğan. Sədərəkdir, Böyükdüz, Gülüstan, Şərur. Bunlar bizə nəyi xatırladır? Naxçıvanı xatırladır, düzdürmü? 4-ü də Naxçıvanın düzləridir. Muğan isə daha çox, yəni Xəzərə daha yaxındır. Xəzər sahilində yerləşmir Muğan, amma daha yaxındır. Və biz xəritədə görərik ki, Muğanı yaşlı rəngdə veriblər, digər 4 dənə Naxçıvanın düzlərini isə sarı rəngdə veriblər. Əlbəttə ki, hündürlük fərqinə görədir ki, digər 4 düz daha hündürdür, Muğan düzü isə hündürlüyü daha azdır. Ona görə C variantı bizim cavabımız olacaq. 22. Hansı düzənliyin mütləq hündürlüyü daha çoxdur? Mil, Qanıq, Əyriçay, Muğan, Cənub-Şərqi Şirvan, Lənkəran. Xəritədə Xəzərdən nə qədər qərbdə yerləşirsə ərazi, çünki Azərbaycan özü Xəzərin qərbində yerləşir deyə o istiqamətdən danışıram. Nə qədər qərbdədirsə, deməli o qədər hündürdür. Bu 5 dənə düzdən də Qanıq, Əyriçay ən qərbdə yerləşənidir. Ona görə hündürlüyü daha yüksək olacaq. 23. Acınoxur, Ceyrançöl və Qobustan üçün az əvvəl bizdən Qobustan və Naxçıvanı istəyəndə mən dedim ki, Acınoxur, Ceyrançöl də bura əlavə eləyə bilərik və indi sualda var. Acınoxur, Ceyrançöl və Qobustan üçün də arid denudasiya. Qobustan desə, Acınoxur, Ceyrançöl desə, Naxçıvan desə, arid denudasiyon götürürük. 24. Xəzər dənizinin sahilində yerləşən düzənliklər Mil Xəzər sahili deyil, Samur Dəvəçi bəli, Lənkəran bəli, Hərami deyil, Muğan deyil, Yaşma bəli. 2, 3, 6 C variantı. Gəlin göstərin bunları. Samur Dəvəçi, Lənkəran və Yaşma düzlərini. Samur Dəvəçi ovalığı gördüyünüz kimi Xəzər sahilidir. Yaşma düzü Xəzər sahilidir. Bir də Lənkəran ovalığını göstərək. Lənkəran ovalığı da Xəzər sahilidir. 25. Azərbaycan ərazisində sürüşmələrin daha geniş yayıldığı ərazilər. Azərbaycanda sürüşmə deyirsə, biz deməli Böyük Qafqazı götürməliyik. Nəyə görə? Çünki Böyük Qafqaz dağları daha yumşaq süxurlardan, çökmə süxurlardan təşkil olunduğuna görə orada sürüşmələr daha tez-tez baş verir. Məsələn, Kiçik Qafqazdan maqmatik süxurlardır. Orada sürüşmə o qədər də baş vermir. Amma Böyük Qafqaz yumşaq çökmə süxurlar olduğuna görə sürüşmə hadisələri tez-tez baş verir. Ona görə biz burada Böyük Qafqaza aid olan baş su ayırıcı və yan silsiləni götürməliyik. 26. Qanıq Əyriçay vadisini Kür-Araz ovalığından hansı alçaq dağlıq ayırır? Əlbəttə ki, xəritədə baxsaq görərik ki, Qanıq Əyriçay ilə Kür-Arazın arasında Acınoxur alçaq dağlığı var. Bunu Ceyrançöllə qarışdırmayaq. Gəlin yenə xəritəyə qaydaq. Qanıq Əyriçaya baxaq, bir də Kürə baxaq. Qanıq Əyriçay buradadır. Kür-Araz ovalığı isə aşağıdadır. Arasında nə var? Acınoxur. Ceyrançöl qalır qərbdə. Ceyrançöllə qarışdırmırıq. Qanıq Əyriçay ilə Kür-Araz arasında deyirsə, Acınoxur düzünü götürürük. 27-ci suala baxırıq. Kür və Araz çayları qovuşduqdan sonra sağ sahildə yerləşən düz, yəni hər ikisinin sağ sahildə yerləşən düz, biz qeyd etmişdik ki, Muğan düzüdür. Mil düzü Kürün sağ, Arazın sol qoludur. Muğan düzü isə həm Kürün, həm də Arazın sağ qolunda yerləşir. 28. Uyğunluğu müəyyən edək. Murovdağda yerləşir Kəpəz 1-ə 3. Dərələyəzdə yerləşir Küküdağ 2-yə 1. Baş Qafqazda yerləşir Dübrar 3-ə 4. Talış silsiləsində yerləşir Qızcıdı 4-ə də 2. Baxaq 1-ə 3, 2-yə 1. 3-ə 4, 4-ə də 2, C variantı tamamilə doğrudur. 29.
Xəritə sxemində akkumulyasiya və denudasiya toplanma, akkumulyasiyada parçalanma denudasiyadır. Ümumiyyətlə denudasiya deyirsə, Qobustan, Abşeron, Aznoxur, Ceyrançöl və Naxçıvanı ayrı denudasiyaya götürürük. Dağlıq əraziləri də denudasiyaya götürmək olar. Amma alluvial ərazilər, yəni çayların çöküntülərini gətirib topladığı yerləri, o balıqları biz akkumulyasiyaya götürməliyik. Məsələn, Samur Dəvəçi ovalığı əlbəttə ki, akkumulyasiya olur. Yəni akkumulyasiya 1, denudasiya dağda parçalanmadır həmişə. Dağda parçalanmadır. Denudasiya 1. 2-ni axtarırıq. Yenə Naxçıvanda dağlıq hissəsi, yenə də denudasiya olacaq. 3 burada akkumulyasiyadır. Gördüyünüz kimi Araz çayının hövzəsinə uyğun gəlir. Əlbəttə ki, çayda toplanma olacaq akkumulyasiya. 4-ə baxaq. Talış dağları denudasiya olacaq. Lənkəran olsaydı akkumulyasiyanı götürə bilərdi, amma Talış dağları deyir bizə. 5 Samur Dəvəçi ovalığı akkumulyasiya, Qanı Xəri çaydakı çayların çöküntülərini topladığı yer olacaq akkumulyasiya. 3, 5, 6, 1, 2, 4 A variantı 29-da doğrudur. Keçdik B qrup test tapşırıqlarına. Cədvəllə əsasən dağ zirvələrinin mütləq hündürlüklərinə görə düzgün qruplaşdırıldığı. 2000-3000-ə Böyük Kirsin hündürlüyü 2725-dir. Bu doğrudur. Kəpəz 3066 doğrudur. Raqdan 4000-dən yüksək, bəli, 4021 tamamilə doğrudur. Qazangöldə 3000-dən hündürdür, 3829. Yəni 2000-3000 arasına aiddir. Elə çıxdıq bunu. Bazaryurt 4000-dən, yəni Dəldağla Bazaryurt uyğun idi, amma Qazangöldə pozurdu ardıcılığı. Dübra 2205 doğru. Babadağ 3629 doğru. Tufandağ 4191 bəli 3 doğrudur. Qaraburqa 3471-dir. Deməli pozdu ardıcılığı. Yarıdağ 4116-dır. Uyğun gəlmir. Qızyurdu 2433 doğrudur. Camışdağ 3724 doğrudur. Şahdağ 4243 doğrudur. Oldu 136 B variantı. 31. İntensiv parçalanmış, qırışıq qaymalı nival buzlaq relyef formalarının olduğu silsilələr. Şahdağda nival buzlaq, Qarabağda daha doğrusu nival buzlağı yoxdur. Ümumiyyətlə Azərbaycanda nival buzlaq hardasa 3900 metrdən yüksəkdir. Böyük Qafqazda var bu, Qapıcıqda biraz var bu. Nisbətən də Murovdağda, yəni əslində yoxdur, amma az, yəni orada buzlaq relyef formaları var. Amma sırf nival buzlaqların çox Murovdağda yoxdur. Şahdağ zirvəsi desəydi var, amma Şahdağın silsiləsində yoxdur. Kiçik Qafqazda olanda. Zəngəzurda azca da Qapıcıqda var. Yan silsilə mütləq var, çünki hündürlüyü 4000 metrdən yüksəkdir. Murovdağda nival landşaft yoxdur. Amma nival relyef formaları az rast gəlinir. Ona görə götürürük. 4, 5, 6-ya baxırıq. A variantı 31-də oldu bizim cavabımız. 32. Proluvial düzənliklər adlanır. Proluvial düzənliklər müvəqqəti deməli axarların gətirib çöküntüləri toplamasıdır. Bu da baxırıq hansı ada deyir ki, o şəkilli çay dərələri xeyir, müvəqqəti axın gördük, proluvial ora qoyuruq. Müvəqqəti axınların gətirdiyi çöküntülərin toplamasına yaranan düzənliklər B variantı tamamilə doğrudur. 33-ə baxırıq. İntensiv parçalanmış qırışıq qaymalı nival buzlağın, nival deyir yenə buzlaq, ən hündürdə hansı olacaq? Murovdağ əlbəttə ki, yenə deyirəm, Murovda, Kiçik Qafqazda nival landşaftı olmasa da, Murovdağda az nival buzlaq relyef formalarına rast gəlinir. Digər 4 silsiləsi hündürlüyü çox az olan silsilədir, orada nival buzlağın yaranması mümkün deyil. 34. Respublikamızın relyefi ilə bağlı səhv fikri seçin. Yüksək dağlıq ərazilər otlaq və biçənək kimi istifadə olunur. Problem yoxdur burada. Düzən ərazilərdə su vermə əkinçiliyi mövcuddur. Bəli. Yamacların meyilliyi artdıqca ərazinin mənimsənilməsi də artır. Xeyr. Meyillik artarsa, gəlin fikirləşək. Meyillik artarsa orada əkinçilikdə problem yaranacaq, çətinlik olacaq. Nəqliyyatda çətinlik olacaq. Əlbəttə ki, yəni bizdə düzəndə də daha çox məskunlaşma var, yoxsa dağda əlbəttə ki, düzəndə, yəni nə qədər hamar olarsa ərazi, oraya insanların məskunlaşması üçün daha da əlverişlidir. Meyillik artdıqca mənimsənilmə azalacaq.
Ona görə bu yanlış fikirdir. Bizdən də səhvi istəyir götürdük. D-də deyir ki, dağlıq relyef təsərrüfat işlərini çətinləşdirir. Doğrudur. Əksər dağ silsilələrinin hündürlüyü şimal-qərbdən cənub-şərqə azalır. Bəli, Azərbaycanda bu formada bir qanuna uyğunluq var. 35. Kiçik Qafqaza aid olmayan dağ silsilələri. Ləngəbiz Böyük Qafqaz, Niyaldağ Böyük Qafqaz, Qovdağ Böyük Qafqaz ilə A variantıdır. Çünki hər üçü Böyük Qafqaza aiddir. B-də Murov Kiçik Qafqaz, Qarabağ Kiçik Qafqaz, Şahdağ Kiçik Qafqaz, Murovdağ Kiçik Qafqaza aiddir. A variantını götürürük. 36. Hündürlüyü 4000 metrdən çox olan zirvələr. Camışdağ 3724-də çıxdıq, Dəldağ 3616 çıxdıq, Babadağ 3629 çıxdıq. Bazarcı 4466 doğrudur. Küküdağ 3120 burada artıq pozuldu, getdi. Yenə Küküdağ var 3120 getdi. Çünki bizdən 4000 metrdən yüksəyi istəyir. Şahdağ 4343 olar, Bazarcı 4466 olar, Tufandağ 4191, bəli, D variantı doğrudur. 7-də ki, Qapıcıq 3904 yanlışdır. Sonra Ömər aşırımı aşağıdakı silsilələrdən hansında yerləşir? Ömər aşırımı Murovdağda yerləşir. Yəni, yadda saxlayaq, Ömər aşırımı Murovdağda yerləşir. Oldu B variantı. 38. Sürüşmənin daha intensiv getdiyi ərazi, az əvvəl belə bir sual var idi. Sürüşmə deyirsə biz yumşaq çökmə süxurlardan ibarət olan Böyük Qafqazı götürməliyik. Çünki orada həm meyillik var, həm yumşaq süxurlar var. Sürüşmə üçün orada aktiv vəziyyət yaranır. Böyük Qafqazın orta və yüksək dağlığını götürürük. Sürüşmə oldu, Böyük Qafqazı götürürük. Uyğunluq pozulub, baxaq. Böyük Kirs 2725 Qarabağ burada pozulmayıb. Camışdağ 3724 Murovdağ pozulmayıb. Sonra Dübrar dağı 2225 Niyaldağ. Niyaldağ deyir. Amma Niyaldağda deyil Dübrar. Baş Qafqaz silsiləsinin ən cənub hissəsindədir. Və hündürlüyü çox azdır. Yəni cənub-şərqə doğru hündürlüyü azalır axı. Yəni burada problem var. Niyaldağ silsiləsində deyil Dübrar. Ona görə C-dir. Qızıyurdu 2433 Talış doğrudur. Babadağ 3629 Baş Qafqaz tamamilə doğrudur. C variantında uyğunluq pozulub. 40-a baxaq. Kiçik Qafqazda yerləşən dağ zirvələrinin mütləq hündürlüklərinin artma sırası. Aha, bizdən artma sırasını istəyir. Qazangöldə 3829-dur. Biçənə isə 2446-dır. Burada azalıb sıra. Deməli, çıxdıq. Küküdağ 3120, Kəpəz 3066. Yenə azalma var. Çıxdım. Camışdağ 3724, Qazangöldağ 3829 artdı, Qapıcıq 3904 artdı. Yəni C variantında azdan çoxa gedir. 3724, 3829, 3904. C-də problem yoxdur. D-də Böyük Kirs 2725, Hinaldağ 3367, Kəpəz 3000. Yəni Kəpəz artıq hündürlüyü azdır deyə burada pozuldu. Camışdağ 3729, Küküdağ 3120 yenə azalmaya doğru getdi, pozuldu. C variantı burada doğrudur. 41-ə baxırıq. Azərbaycanda yüksək dağlıq sahələrdə rast gələn akkumulyativ, yəni toplanma relyef formalarını bizdən istəyir. Uçqunları götürürük, çünki yəni qar uçqunları, məsələn, qar uçur, müəyyən bir yerdə toplanır. Uçqunu götürürük. Gətirmə konusu əslində akkumulyativdir. Çünki çöküntüləri gətirir, toplayır. Lakin bizə nə deyir? Yüksək dağlıq gətirmə konusu dağın düzənə çıxan ərazilərində yaranır. Yəni, yüksək dağlıq dediyinə görə biz gətirmə konusunu götürə bilməyik. Morenlər, moren təpə, moren tirələri bəli götürürük. Lava örtüklərini götürürük. Çünki yəni vulkan püskürməsi zamanı lavanın toplanması nəticəsində əmələ gəlir. Sonra deltanı götürə bilmirik, çünki deltanın yüksək dağlıqla əlaqəsi yoxdur. Salzanı götürmürük. Salza nədir? Vulkan püskürməsi zamanı səthə çıxan deməli maddə salza adlanır. Salzanı da götürmürük. Burada oldu 1, 3, 4 A variantı. 42. Qarabağ yaylasında olan sönmüş vulkanlar. Torağay palçıq vulkan bizə sönmüş vulkan, yəni əsl stratovulkan olsun, amma sönsün. Torağay palçıq vulkanları buna aid deyil, həm də Qarabağ yaylasında yerləşməlidir. Böyük işıqlığını götürürük. Bozdağ
Kür çökməsində yerləşən bir dağdır, vulkan deyil. Kəniz dağı da götürmürük, palçıq vulkandır. Qızılboğaz, Gəlinqaya. 2, 5, 6 B variantı. Sonra 43. Kars prosesinin nəticəsində əmələ gəlib. Kars prosesi nədir? Deməli, yeraltı suların əhəngdaş süxurlarını yuması və mağaraları yaratmasıdır. Burada da C variantında Azıq mağarasını görürük. Yəni Karsda gördüyü mağaranı qoyuruq və cavabımız çıxır. 44-də baxaq. Cədvələ əsasən Kiçik Qafqaz dağlarının sistemlərinə uyğun gələn zirvələri. Qarabağa Böyük Kirsi qoyuruq. 1-ə 3. Dərələyəcə Kükü dağı qoyuruq. Deməli 2-yə 1. Murovdağa qoyuruq biz Camış dağı 4-ü. Şah dağı da qoyuruq Qaraarxacı 5-i. 1-ə 3, 2-yə 1, 3-ə 4, 4-ə 5 A variantı doğrudur. Sonra 45. Düzənliklərin aid olduğu relyef tipini bizdən istəyir. Qusar mali düzənliyi verib, Abşeron verib, Lənkəran Qanıq Hərsi. Dəniz akkumulyativ parçalanmayan düzənlik, akkumulyativ alluvial proluvial. Alluvial proluvialı gördümsə, bura Qanıq Həri çayı mütləq qoymalıyam. Çünki alluvial proluvial nədir? Çayların gətirdiyi çöküntü. Həmin Qanıq Həri çayı da, yəni çay şəbəkəsi sıxdır. Ona görə mütləq 4-ə 2-ni qoymalıyıq. A və C variantları qalır. Su buzlaq deyirsə, yəni bu 4 dənədən hansında buzlaq formalaşa bilər? Əlbəttə ki, Qusar mali düzənliyində formalaşa bilər. Ona görə də 1-ə 3-ü qoyuruq. Sonra abrazyon, akkumulyativ, abrazyon, deflyasiya. Bizdə qaldı Abşeronla Lənkəran. Hər ikisində abrazyon, dalğa, dəniz prosesi var. Lakin abrazyon deflyasiyon deyir. Bu mütləq ki, Abşerona getməlidir. 4-2-yə getməlidir. 4-ü qoyaq Abşerona. Çünki yəni Lənkəran ovalığında bura deflyasiya getmir. Amma dəniz akkumulyativ deyirsə, bəli Lənkəran ovalığına qoya bilərik 3-ə 1. 1-ə 3, 2-yə 4, 3-ə 1, 4-ə 2 A variantı tamamilə doğrudur. 46-ya baxırıq. Çay hövzələrinə uyğun gəlməyən relyef formaları. Deməli, uyğun gəlməsin. Arpaçayda salza olur vulkan püskürən ərazidə. Arpaçayda isə Naxçıvanda orada vulkanik bir proses yoxdur. Ona görə bu uyğun gəlmir, ona görə götürürük. Qoşqarçayda terikonlar var. Çünki həmin ərazidə faydalı qazıntı hasilatı olduğuna görə terikon təpələri yaranır. Həmçinin Qoşqarçayda bu səbəbdən bir xeyli çirklənir. Bu doğrudur deyə bunu götürmürük. Türyançayda Bedlin, Türyançay hövzəsində Bedlin müşahidə deməli. Türyançay bəli, Türyançayda Bedlin müşahidə olunur. Həmin hövzədə. Ona görə bunu götürmürəm. Sonra Lənkəranda şılaq konusu qətiyyən xeyr, şılaq konusu da vulkanizmlə bağlıdır. Lənkəranda vulkanizm yoxdur, ona görə yanlış deyə götürürəm. Lənkəranda gətirmə konusu var. Talışdan ovalığa çıxan yerdə var deyə götürmürəm. Köndələnçi hövzəsində sirk yoxdur. Sirkdəki eksarasyon buzlaq relyef forması Köndələnçədə ola bilməz. Burada 1, 4, 6 yanlış oldu. A variantı. 47. Zəngəzur Sıra dağlarına aiddir. Zəngəzura aid olsun. Qazangöl dağı götürürük. Küküdağ dərələyəzdir. Biçənək aşırımını götürürük Zəngəzura. Kətidağ və Ziyarət Naxçıvanda yerləşsələr də Zəngəzur silsiləsinə aid deyirlər. Burada nə oldu? 1, 4 Qazangöl dağ, Biçənək aşırımı, həmçinin Qapıcıq da olsaydı onu götürə bilərdik. Zəngəzur silsiləsinə aiddir. Böyük Qafqaz Azərbaycan ərazisində hansı zirvədən başlayır? Böyük Qafqaz Azərbaycana Tinov-Rosto zirvəsindən başlayaraq daxil olur. 48-də oldu. B variantı. Sonra 49. Sxema əsasən Bedlinlərin daha geniş yayıldığı ərazilər, əsasən arid dendrosit ərazilərdə Bedlinlər, yəni pis torpaqlar müşahidə olunur. 4-ü mütləq götürürük Ceyran çölü. Naxçıvanı götürürük arid dendrosit. Bir də Qobustan, Abşeronu götürək. 1, 4, 6 varmı? B variantında var. Bəli, arid dendrosit ərazilərdə Bedlinlər, yəni məhsuldarlığı olmayan pis torpaqlar geniş yayılıb. 50. Hansı düzənliyin sahəsi daha böyükdür? Mil, Şirvan, Lənkəran, Gəncə, Qazax, Samur, Dəvəçi, Şirvan düzünün sahəsi digərlərinə görə daha böyükdür.
Sonra şəkildə təsvir edilmiş təbiət hadisəsinin daha çox müşahidə olunduğu ərazi. Baxın, burada nə baş verir? Torpaq əslində baxın buradaydı. Lakin sürüşmə baş verib, torpaq sürüşüb, ağaclar bir yerdə. Sürüşmə baş verib burada. Sürüşmə prosesi də bununla bağlı sual işləmişdik. Hansı ərazi üçün demişdim səciyyəvidir? Yumuşaq çökmə süxurlardan ibarət olan Böyük Qafqaz üçün səciyyəvidir. Yəni Kiçik Qafqazda maqmatik süxurlar üstünü təşkil etdiyinə görə bərk süxurlar sürüşmə o qədər də olmur. Amma Böyük Qafqazda sürüşmələr çox olur. 5 variantdan da yan silsilə, Qarabağ, Şollar, Ordubad, Lənkəran Böyük Qafqaza hansı uyğundur? Yan silsilə Böyük Qafqaza uyğundur. Sonra 52. Mütləq hündürlüyü 1500 metrdən az olan silsilə. Zəngəzur əlbəttə deyil, Talış deyil, hündürdür 2493. Burovar, Ləncəbiz, Qovdağ, Niyaldağ, Murovdağ dərələrində çıxaq. Murovdağ da hündür dərələrdir. Bizdə qaldı C və D variantı. Deməli, Qovdağ daha hündürdür. Xəritə baxsaq görərik ki, yəni biz Qovdağ, Niyaldağla Burovdağ və Ləngəbizi müqayisə eləsək, Ləngəbizin hündürlüyü Qovdağdan da, Nivaldağdan da daha azdır. Həmçinin də Talış silsiləsindən biri olan Burovarda da mütləq hündürlük daha azdır. Ona görə biz burada C variantını götürürük. Çox vaxt abituriyentlər burada C və D variantı arasında qala bilər. Yadda saxlayaq ki, Qovdağ və Niyaldağın hündürlüyü Ləngəbizdən daha çoxdur. 53. Hansı düzənliklər Kür və Araz çaylarının sahillərində yerləşir? Yəni həm Kürün, həm Arazın burada Mil və Muğan olacaq yəqin ki. Çünki Şirvan Arazı görmür. Yəni Şirvanı çıxdım. Hərəmi incə Araz sahilində də Kürü görməyəcək. Cəyən də Araz sahilində də Kürü görməyəcək. Salyan isə Kür sahilindədir. Yəni Kürdən cənubdadır. Mil və Muğan. Mil Kürün sağ, Arazın sol qoludur. Muğan isə həm Kürün, həm Arazın sağ qoludur. Yəni Muğan və Mil düzləri həm Kürü, həm də Arazı görəcək. 54. Kür çayının sağ sahilində yerləşən düzənliklərdən deyil. Muğan Kürün sağ sahilidir. Salyan sağ sahil, Mil sağ sahil, Şirvan düzü sol sahildir. Gəncə Qazaq sağ sahildir. Şirvanı götürürük. Gəlin baxaq. Gəncə Qazaq, baxın, bu Kür çayıdırsa, yəni axır isti mənbədən mənsəbə baxırıq da sağ sola. Gəncə oldu sağ. Mil sağ, Muğan sağ. Cənub şərqi Şirvanda sol sahilə aid olacaq. Yəni burada oldu bizdə Şirvan düzü. 55-ə baxırıq. Araz çayı hansı düzlər arasında sərhəd təşkil edir? Araz çayı Mil və Muğan düzü arasında sərhəd təşkil edir və bu sərhədə necə təşkil edilir? Gəlin baxaq. Təmizləyək bunu. Mil düzünü görürük və Muğan düzünü görürük. Bu nədir? Araz çayı. Gördüyünüz kimi Araz çayı Mil və Muğan düzləri arasında sərhəd təşkil etdi. Unutmuruq ki, Araz çayı Mil və Muğan düzləri arasında sərhəd təşkil edir. Hansı silsilələr ölkəmizin sərhədi boyunca yerləşmir? Ləngəbiz yerləşmir, Sudur silsiləsi sərhəddir, Şahdağ silsiləsi də sərhəddir deyə biz bunu götürmürük. Qovdağ deyil, Dübrar deyil, Qarabağ deyil. Bəli, bu 3 silsilənin heç biri sərhəddə yerləşmədiyinə görə biz bunu götürürük. C-də Şərqi Göyçəs Ermənistanla sərhəddə çıxdıq. D-də Dərələyəz Ermənistanla sərhəddə çıxdıq. Y-də Talış İranla sərhəddə çıxdıq. Oldu B variantı. 57. Ceyrançöl istəyir bizdən. Ceyrançöl 2 ilə göstərilmiş ərazidir. B variantı buna uyğun gəlir. 1 Gəncə Qazaq düzü, 3 Acınoxur, 5 Şirvan, 4 də hardasa Bozdağ silsiləsinə uyğun gəlir. Amma 2 tamamilə, yəni Kürün qərb tərəfdən, qərbdən Kürün solunda yerləşən düzənlikdir Ceyrançöl, yəni alçaq dağlıdır. 58. Azərbaycanla qonşu ölkələr arasında sərhəd təşkil edən dağ silsilələri. Sərhəd istəyir. Suduru götürürük. Rusiya ilə sərhədə. Şərqi Göyçə Ermənistanla sərhəddə. Şahdağ da həmçinin. Talış isə əlbəttə ki, İranla sərhəd olacaq. B, C, A variantı. Sonra 59. Tinovrossa zirvəsi hansı inzibati rayonun qonşu ölkə ilə sərhədindədir?
Deməli, Balakən olacaq. Çünki Balakən də ərazisində yerləşir, ən şimalda. Oldu burada C variantı, Balakən. 60-da Naxçıvan Arazboy düzənliklərini istəyir bizdən. Şərru götürürük. Gəyəni götürmürük, çünki Naxçıvanda yox, Azərbaycan öz ərazisində, yəni Arazboyunda yerləşir, amma Naxçıvanda deyil. Gülüstan Naxçıvandadır. Qarayazıq, ümumiyyətlə Araz çayını yox, Kürü görür və Gülüstan sərhəddə, Naxçıvanda deyil. Hərəmi də Naxçıvanda deyil. Oldu bura bilirik ki, Talışa aid olan silsilə Peştəsər, bura var. 3, 4. C variantı. 62-yə baxırıq. Xətti sxemə əsasən yaşma düzü 6 yaşma düzüdür. Yazı yaylası 2 yazı yaylasıdır. Qarayazı da 4 də Qarayazıdır. 6, 2, 4 E variantı oldu. Keçdik 63-ə. Uyğunsuzluğu istəyir. Azərbaycan ərazisində Kiçik Qafqazın ən hündür zirvəsi Qapçıq doğrudur bu. Mineral bulaqlar qırılma sahələrində doğrudur. Yanlış istəyir bizdən. Böyük Qafqaz dağlarında denudasiya intensivdir. Doğru fikirdir, yanlış yazıb. Yəni burada doğru yazmalıydı. Ona görə burada səhvdir. Ona görə C-ni götürürük. Dedə deyir, Qanı Xəriçə, Gəncə, Qazax, Qarabağda abrazyon bu yanlış fikirdir. Abrazyon Xəzər sahili ərazidə olmalıdır. Yanlışa yanlış yazıb deyə biz götürmürük. Yəni ya yanlışa doğru yazmalıdır, ya da doğruya yanlış yazmalıdır da burada. Baş Qafqaz və yan silsilədə buzlaq doğrudur var. Doğru yazıb götürmürük. Oldu C variantı. 64-də uyğunluğu istəyir bizdən. Bazardüzü zirvəsi hündürlüyünə görə yalnız zəfərdən geri qalır, yanlışdır. Yəni doğru yazıb yanlışdır. Bizdən uyğun olanı istəyirdi, götürmür. Çünki Bazardüzü ən hündürdür. Heç birindən geri qalmır. Ən hündür palçıq vulkanı Torağay doğruya doğru yazıb götürdüm. Yan silsilədə Şahdağda ən uca doğruya yanlış yazıb götürmürəm. Doğruya doğru olmalıdır, ya da yanlışa yanlış. Peştəsər Talış dağlarında yerləşir. Doğrudur, yanlış yazıb götürmürəm. Ən böyük tektonik zona Orta Araz əyilməsi yanlışdır. Doğru yazıb götürmürük. Oldu B variantı. 65. Nə deyir? Buradan da uyğunluğu istəyir bizdən, düzgün ardıcıllıq. Kiçik Qafqaz dağları Böyük Qafqazın çox parçalanıb. Bu yanlışdır. Böyük Qafqaz daha çox parçalanıb. Baba dağdan cənub-şərqə doğru Böyük Qafqaz alçalır. Bu doğru fikirdir. Kür-Araz ovalı Kür çəkliyinin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru tədricən genişlənir. Doğru fikirdir. Böyük və Kiçik Qafqazın yüksək ərazilərində Mezozoin təbaşir, ortada Yura. Bu yanlışdır. Nəyə görə? Yura yüksəkdədir. Bizdə yazıb ki, yüksəkdə təbaşir yazıb, ortada Yura, tərsinə yazıb. Orta dağlıdır təbaşir, yüksək dağda Yura olmalıdır. Yanlış, doğru, doğru, yanlış. Var mı belə bir şey? Y variantına baxın. Y variantı tam bizim ardıcıllığımıza uyğun gəlir. 66. Doğru sıraları istəyir. 1-2 Kür çökməsində yerləşirmi? 1-2 doğrudur. 1-5-də Paleozoin ən qədimi. 1 və 5-də xeyr, yanlışdır. Paleozoin ən qədim süxurları Əslikçək, Zəyəmçək və Sədərəydədir. 2 yanlışdır. 3-4-də Filiz. 4-də Filiz var, amma 3-də Filiz yoxdur, yanlışdır. 3-6-da Abraziya. 3-də də var, 6-da Abraziya yoxdur, yanlışdır. 5-6-da Paleogen. Paleogen süxur deyəndə bir Talışı, bir də Zəngəzuru götürürük. Gördüyünüz kimi 5 Zəngəzur, 6 Talış tamamilə doğrudur. Burada oldu 1 və 5 D variantı. 67-də Azərbaycan Ermənistanla sərhəddə yerləşən aşırımlarını müəyyən edin. Biçənək aşırımını götürürük. Xaltan xeyir, Ömər aşırımı sərhəd deyil. Zod aşırımı Kəlbəzərdə sərhəddir. Salavat aşırımı sərhəd deyil. Biçənək və Zod aşırımları Ermənistanla sərhəddə yerləşir. 68-ci suala baxırıq. Diaqramlara uyğun gələn dağ zirvələrini müəyyən edin. Bir də səhv etmirəmsə 4116 verib. Bu da yarı dağ uyğun gələcək. Yarı dağları saxlayaq. 2-də nə deyir? 4-ü görürəm, tam görünmür. 4-də dəqiq 3120 yazıb. 3120 Kükü dağda. De getdi, qaldı Y variantı. 2-də
2205 yazıbsa dübrar olacaq. 2-də də 3829 yazıbsa Qazangüldə Y variantı 68-də uyğun gələcək. Yəni əyani kitabda daha aydın görünür əlbəttə ki, amma elektron variantda təqribi biz uyğunlaşdıraraq tapdıq bunu. 69. Eyni-Venn diaqramını tamamlamayan fikir mil və muğan düzünün müqayisəsidir. Dördüz dövr çöküntüləri hər ikisində yayılıb. Kür və Arazın arasında yerləşir. Hər ikisi akkumulyativdir. Hər biri Kür Arazı aiddir. Hər biri Arazın sol sahilində sadəcə mil düzü yerləşir. Muğan hər ikisinin sağında yerləşir. Ona görə oldu. Gəlin xəritə baxaq. Deməli, burada mil düzüdür, muğan düzüdür. Mil Kür və Arazın arasındadır bu tərəfdən. Muğana baxın, yenə Kürlə Arazın arasında qalır da, düzdürmü? Amma sahilə baxanda Araz, muğan düzü Arazın sağ sahilidir, mil isə Arazın sol sahilidir. 70, yenə də uyğun gələn zirvə. 2493 kömürköyüdür. A və D qalır. 4243 Şahdağdır. 3724 Camışdağdır. D variantı tamamilə doğrudur. 71-də uyğun fikirlər istəyir. Talışın ən hündür zirvəsi Qızyurdu deyil, Kömürcüydür. Yan silsilədə sürüşmə hadisəsi bəli müşahidə olunur. Böyük Qafqazda müşahidə olunur. Respublikamızda gətirmə konusu yalnız Qanı-Xəriçayda deyil. Şirvan düzündə də var. Lənkəranda da var. Yalnız orada deyil. Qarabağ düzündə də var. Yanlışlara baxaq. Yəni, burada doğruya doğru, yanlışa yanlış götürməliyik. Yarı dağ zirvəsi Baş Qafqazda yerləşir. Bu yanlışdır. Çünki yarı dağ yan silsilədə yerləşir. Yanlış deyə götürdüm. Ceyrançöldə Yura dövrü geniş xeyr. Ceyrançöldə neogen geniş yayılıb. Yəni geniş deyirsə neogeni götürməli. Yanlışdır. Oldu 2, 4, 5 A variantı. 72. Sxema əsasən Ömər aşırımı biçənək və Salavat aşırımlarının yerlərini müəyyən edək. Deməli, Ömər aşırımı Murovdağda yerləşir, 2 olacaq. Biçənək aşırımı Naxçıvandadır, 3 olacaq. Sonra Salavat aşırımı da Böyük Qafqazdadır, olacaq 6. 2, 3, 6 Y variantı. Cədvələ əsasən doğru sıralar. Ömər aşırımı Murovdağ Mezozoy doğrudur. Ümumiyyətlə, Böyük və Kiçik Qafqazın orta yüksək dağlığında Mezozoy sıxırları üstünü təşkil edir. Sonra Qırqız zirvəsi Şərqi Göyçə Kaynazoy sıxırların yaşı xeyr, burada Qırqız bu yanlışdır. Biçənək aşırımı Dərələyəz Mezozoy yanlışdır. Yarıdağ Baş Qafqazda yerləşir. Doğrudur, amma Kaynazoy demək düzgün deyil. Mezozoy daha üstündür. Qızyurda Talış Kaynazoy doğrudur. Çünki Talışda Kaynazoyun paleogen sıxırları üstünü təşkil edir. Altda Tufandağ Baş Qafqaz Mezozoy bu da doğrudur tamamilə. 1, 5, 6 C variantı. 74-də baxaq. Uyğunsuzluq istəyir. Bazardüzü zirvəsindən şərqdə yerləşən Zəfər zirvəsinin hündürlüyü 4301 metr. Doğrudur, doğru yazıb. Götürmürük. Kür Araz ovalı Kür çörəkliyinin çox hissəsini əhatə eləyir. Doğrudur, doğru yazıb. Götürmürük, çünki uyğunsuzluğu istəyir. Yan silsilənin ən uca zirvəsi Yarı dağdır. Xeyr, məsələn, Şahdağ ondan da hündürdür. Yanlışdır, yanlış verib deyə götürmürük. Uyğunsuz olmalıdır. Yəni, ya doğruya yanlışı seçməliyik, ya da yanlışa doğrunu seçməliyik burada. Baş Qafqaz Babadağdan cənub-şərqə doğru tədricən alçalır. Bu doğru fikirdir. Qabağına yanlış yazıb. Ona görə götürürəm. Ömər aşırımı Murovdağ doğru götürmürəm. Oldu D variantı. 75-də müvafiq gələn əraziləri bizdən istəyir. Bu 1-dir, 2, 3, 4. Bir yazı yaylasıdır. Kiçik Qafqaza aid olan yazı yaylasıdır. Yazı yaylasını saxlayırıq. B, C, D qalır. Sonra baxırıq. 2-də olacaq. Deməli, Gəyən düzü. 3-də olacaq İncə düzü. 4-də olacaq Hərami düzü. Gəyən, İncə, Hərami olaraq bizim ardıcıllığımız gedir. Yəni, Araz çayın axarı boyunca. 1 oldu yazı yaylası.
2 oldu, incə B yox. 2 gəyən olmalıdır. Gəyən 3 incə, 4 hərami C variantı burada doğrudur. Ardıcıllıq belə olur. Gəyən incə hərami. Qərbdən şərqə doğru. 76-da doğru sıraları. Salava daşırma Baş-Qafqaz doğrudur. Böyük Kirs Murovdağda deyil, Qarabağ silsiləsidir. Biçənə aşırımı Zəngəzur doğrudur. Şahdağ zirvəsi yan silsilə doğrudur. Dübrar dərələrisi deyil, Böyük Qafqazdır. Qoşqar Qarabağ yox, Murovdağa aiddir. Burada oldu 1, 3, 4 E variantı. Sonra 77-də Qarabağ vulkan yaylasının zirvələrinin azalmasına görə. Bu 4 dənədən ən hündürü olacaq Dəli Dağ 3616 metr. Biri qoyuruq əvvələ. Dəli Dağ. Dəli Dağdan sonra ən hündürü olacaq Qızılboğaz. Qızılboğazdan sonra Böyük Işıqlı, sonra gəlin qalacaq. Qızılboğaz 3581 metr, Böyük Işıqlı isə 3550 metrdir. Olacaq 1, 2, 4, 3 E variantı. Sonra 78-ə baxaq. Doğru bəndi istəyir. 1-6 Kürd tektonik çökmə zonası. 1 doğrudur, amma 6 Kiçik Qafqaz qalxmasına aiddir. Bunu çıxdıq. 4-5-də 4-cü dövr süxurları. 4-də də var 4-cü dövrün Kaynozoy. 5-də isə xeyr. 5-də paleogen süxurlardır, antropogen deyil. 2-3 akkumulyativ və allüvial, prolüvial düzənliklər yayılmışdır. 2-3 2 qanı xəyri çaydır, 3 Samur dəvəçi. Akkumulyativ, allüvial, prolüvial bu doğrudur. 1-2-də nə deyir? Deyə baxaq. Yura və Tabaşir, Azanoxurda xeyr. Yura dövrü yoxdur, çıxdım. 5-6-da Filiz deyir. 6-da Talış, burada Filiz yoxdur. Burada oldu C variantı. 79. Doğru olmayan bənd istəyir. 5-6 Kiçik Qafqaz tektonik qalxmasında 5-6 doğrudur. Bizdən uyğun olmayan istəyir deyə götürmürük, səhvi götürməliyik. 1-4 akkumulyativdir. 1 də akkumulyativ, 4 də akkumulyativ doğrudur. 2-3 Baş-Qafqaz silsiləsində yerləşir. 2 və 3. Burada da problem yoxdur. 4-6 Filiz faydalı qazıntılar yayılıb. 4 Şirvan düzüdür, 6 Talışdır. Yəni burada Filiz qətiyyən yoxdur. Ona görə yanlışdır, götürürəm. E-yə də baxaq. 3-6 qalxma zonasıdır. 3 Böyük Qafqaz qalxması, 6 Kiçik Qafqaz qalxması doğrudur, götürmürəm. Yəni burada sadəcə D variantı yanlış idi, götürdük. 80-ə baxırıq. El-Erveni tamamlayan fikir, Qarabağ və Murovdağ silsilələri. Ermənistanla sərhəddə yerləşmirlər. Kiçik Qafqaza aiddir, doğrudur. Hər ikisi Kiçik Qafqaz dağlarına aid olacaq. Şirvan düzü ilə həmsərhəd deyillər. Böyük Qafqaza aid deyillər. Ən hündür zirvələri 4000 metrdən yüksək deyil. Burada oldu B variantı cavab. 81-ə baxırıq. Azərbaycanla bağlı doğru fikirləri müəyyən edin. Ərazisinin təxminən 5-4 hissəsi Kaynozoy çöküntülərlə örtülüb, bu doğru fikirdir. Yüksək dağlıq ərazilərdə Təbaşir, orta dağlıqda Yura, bu yanlışdır. Yadda saxlayırıq, Təbaşir orta dağlıqdır. Yura yüksək dağlıqdır. Burada isə tərsinə verib, ona görə götürmürük. 3-də nədir? Ən az səhətdən tektonik zonalar, ön Qafqaz çökməsi və Araz-Cavan platformasıdır, bu doğru fikirdir. Düzənliklərin dağlıq ərazilərdə olan sərhədləri tektonik sınmalar boyunca keçir, bu doğrudur. Mezozoin Trias çöküntülərinə daha çox Ceyran, çöl və Abşeronda rast gəlinir. Yanlışdır. Trias dərələyəzdə var. Bu yanlışdır. Dağlıq ərazilərin geoloji quruluşu sadə, düzənliklərdə olduqca mürəkkəb. Burada da yanlışdır. Əksinə düzənliklər sadədir. Dağların geoloji quruluşu daha mürəkkəbdir. Burada 1, 3, 4 oldu. Doğru variant A variantı. 82. El-Erveni diaqramını tamamlamayan bəndi müəyyən edin. Yan silsilə və Baş-Qafqaz orta olmayan istəyir. Böyük Qafqaz tektonik qalxması hər ikisinə aiddir. Yura çöküntüləri hər ikisində var. 4000 metrdən yüksək hər ikisində var. Sürüşmə hadisəsi hər ikisində var. 4-cü dövrdə püskürülmüş stratovulkanlar geniş ərazini edir. Xeyr, bu yanlışdır. Bu fikir aid ola bilər Qarabağ vulkanik yaylasına. Amma yəni burada belə bir proses yoxdur.
82-də oldu E variantı. 83-də zirvələrin düzgün verildiyi silsilə. Yarı dağ yan silsilə. Deməli, doğru. Qazangöldən Murovdağ yanlışdır. Qazangöldağ Zəngəzurdur. Hinaldağ yanlışdır. Zəngəzur Murovdağ olmalıydı. Raqdan Şərqi Göyçə yanlışdır. Başqafqaz olmalıydı. Zəfər Başqafqaz doğru. Küküdağ Dərələyəz doğru. 1, 5, 6 E variantı. 84-ə baxırıq. Yenə deyini sualdır. Yenə də düzgün verilənləri istəyir. Şahdağ yan silsilə doğru. Camışdağ Murovdağ doğru. Hinaldağ Talışda deyil, Murovdadır. Böyük Kirs Zəngəzurda yox, Qarabağdadır. Tufandağ Başqafqaz doğrudur. Küküdağ Qarabağ yox, Dərələyəzdir. Oldu 1, 2, 5 B variantı. 85-ə baxaq. Dağ zirvələrinin, həmçinin aşırımların düzgün verildiyi sıra. Yarı dağ yan silsilə doğrudur. Biçənək aşırımı Dərələyəz, biçənək aşırımı Zəngəzurda olmalıdır. Camışdağ Zəngəzur yox, Murovda olmalıydı. Bazayurt Şərqi Göyçə yox, Böyük Qafqazda olmalıydı. Salavat Başqafqaz doğru. Ömər aşırımı Murovdağ doğrudur. Oldu 1, 5, 6 Y variantı. 86. Cədvələ əslən çay hövzələrinə müvafiq gələn relyef formalarını müəyyən edin. Qusarçay Təknəvari dərə, bəli, mənbəyində, həmçinin hövzəsində olur. Çünki Baş Qafqazdan götürürüz mənbəyin. Viləkçayda Bedland yoxdur. Pis torpaq orada yoxdur. Talışda. Pirsaatda deməli salza var. Çünki palçıq vulkanı püskürən zaman salza yaranır. Burada Pirsaatçayın hövzəsinə uyğun gəlir. Xaçınçayda moren tirəsi yoxdur, orada buzlaq. Lənkərançayda şılaq konusu yoxdur, vulkanizm orada yoxdur. Tərtərdə stratovulkan var, sönmüş vulkan olduğuna görə var orada. Mənbəyini Qarabağ vulkanik yaylasından götürdüyünə görə. Oldu 1, 3, 6 E variantı. 87. Düzənlikləri qərbdən şərqə doğru sıralayın. Əgər biz qərbdən şərqə doğru sıralayırıqsa bunu, əvvəlcə qoymalıyıq cəyən, sonra incə, sonra hərami. Qərbdən şərqə ardıcıllığı bu formada əzbərləyin. Gəyən, incə, hərami. 3, 1, 2 E variantı. 88. Samur dəvəçi ilə Acınoxur Ceyran çölü bizdə müqayisə etməyimizi istəyir. Tektonik çökmə zonası hər ikisi çökmədədir. Çünki Samur dəvəçi ön Qafqaz çökməsi, Acınoxur Ceyran çölü Kür çökməsi. Neogen geniş yayılıb Acınoxurda. Akkumulyativ allüvial prolüvial deyirsə Samur dəvəçi, arid denudasiya deyirsə Acınoxur Ceyran çöl. 1-ə 3, 2-yə 2, 4, 3-ə 1 B variantı. 89-a baxaq. Respublikamızın sərhədlərində yerləşən dağ sərhəddə yerləşsin. Babadağ, Şahdağ sərhəd deyil. Qızyurdu, Ziyarət sərhəd deyil. Böyük Kirs, Düblar, xeyr, sərhəd deyil. Camışdağ, Küdağ sərhəd deyil. Qapıcıq Ermənistan sərhədi, Bazardüzü Rusiya sərhədi. Bu doğrudur. 90-a baxaq. Şəkildə təsvir edilmiş təbiət hadisəsinin daha çox. Az əvvəl var idi belə sual. Bu sürüşmə prosesidir. Gördüyünüz kimi torpaq sürüşür ağacla bir yerdə. Əvvəl səviyyəsi buradan idi, sürüşür. Sürüşmə deyirsə Böyük Qafqazı götürürük. Yumşaq çökmə süxurlar orada olduğuna görə. Və Böyük Qafqazda da Xaçmaz, Qusar, Salyan olmaz. Xocalı Kiçik Qafqaz olmaz. Hacıqabul Kürdür, yəni Kürd ovalığı olmaz. Kəngərli, Cəbrayıl, xeyr olmaz. Quba, İsmayıllı, Şamağa hər üçü Böyük Qafqazda yerləşir bu rayonlar və sürüşmə baş verə bilər. 91. Aşağıdakı fikirlərdən hansı sürüşmə hadisələrinə aid deyil? Dağ yamaclarında su keçirməyən, gilli süxurların üzərində su keçirən qumlu çınqılılarlar üst-üstə yerləşdikdə baş verir. Bu sürüşməyə aiddir, burada problem yoxdur. Sürüşmələrin yaranması süxurların tərkibindən yatın formasından asılıdır. Gür yağış, qarların əriməsi, seismik hadisələr doğrudur. Baş Qafqaz və yan silsilərin meyilli yamaclarında baş verir. Meyilli 200 dərəcə olan düzənlik ərazilər quru iqlim, xeyr, quru iqlimdə qətiyyən yox. Əksinə rütubət olmalıdır. Orada meyillilikdə düzənlik ərazilərdə yox, daha çox meyilli olan ərazilərdə sürüşmə baş verməlidir. Yəni Y variantındakı fikir sürüşməyə aid deyil. Uyğunluq gözlənilir. Baxaq.
Camışdağ, Şərqi Göyçə səhvdir, Murovdağ olmalı idi. Bazargürd, Başqafqaz doğrudur. Kömürgey, Talış doğrudur. Şahdağ, Niyaldağ yanlışdır, yan silsilədir. Küküdağ, Zəngəzur, xeyr, Küküdağ Dərələyəzdədir. Böyük Kirs, Qarabağ doğrudur. Burada nə oldu? 2, 3, 6 A variantı. 93-ə baxırıq. Yan silsilədə yerləşən dağ zirvələri, yəni Tivrovsa, Başqafqaz, Şahdağ, Raqdan, Tufandağ. Şahdağ, bəli, Raqdan, Başqafqazdır. Çingiz Mustafayev, Başqafqaz, Şahdağ, yan silsilə, amma Dübrar, Başqafqazdır. Qızılqaya, yan silsilə, Heydər, yan silsilə, Yarıdağ, yan silsilə, E variantı doğrudur. Naxçıvançay və Əlincəçay, Naxçıvandan söhbət gedir. Naxçıvançay və Əlincəçay arasında yerləşir Gülüstan düzü. Xəritədə baxsaq görərik ki, Gülüstan düzü Naxçıvançay və Əlincəçay arasında yerləşir. 95. İşarələnmiş ərazilərə uyğun gələn relyev formalarını müəyyən edin. Burada baxırıq, haradır? Qaraxəyri çayı görürük, Şirvan düzü görürük, Qarabağ düzü görürük, Gəncə, Qazaq, bir də Araz boyu. Yəni bu bizə xatırladır nəyi? Baxın, düzənlik, dağdan düzənə çıxan ərazidir. Baxın, dağdan düzənə çıxan ərazilərdə nə yaranır? Çayların gətirmə konusları yaranır. Yəni yadda saxlayaq, Şirvan düzüdür, Qanaxayri çaydır, Gəncə, Qazaq, Qarabağ. Bu ərazilərdə, dağdan düzənə çıxan ərazilərdə gətirmə konusları geniş yayılıb. Arpaçayın aşağı axarında yerləşir. Arpaçayın aşağı axarında Şərur düzü yerləşir. Daha qərbdə olan hissədə Şərur düzü yerləşir. 97-yə baxırıq. Azərbaycan üçün doğrudur. Günorta vaxtı günəşin hər zaman üfüqün cənub tərəfində görünməsi doğrudur. Şərqi Avropa platformasının əyilmə zonasında yerləşməsi səhvdir. Şərqi Avropa ilə Ərəbistan toqquşma zonasında yerləşir. Qış gün dönümündə qütb gecəsində müşahidə olunması yanlışdır, bizdə müşahidə olunmur. Alp-Himalay qurşağında yerləşməsi doğrudur. 38-42 şimal enlikləri arasında yerləşməsi tamamilə doğrudur. Burada olduğuna 1, 4 və 5. 98. Baş su ayrıcı silsiləyə aid olan 98. Baş su ayrıcı silsiləyə aid olan zirvələr. Baş su ayrıcı deyir, Şahdağ yan silsilədir, götürmürəm. Qoşqar, Kiçik Qafqaz, Murovdağ, Tufandağ götürürük, Babadağı götürürük və Dübrarı götürürük. Çünki Dəliday Qarabağ vulkanik yaylasına aiddir. Burada oldu 3, 4, 6. 99-a baxırıq. Eyler-Venn diaqramını. Kiçik Qafqaz qalxma zonasında Talış və Zəngəzur hər ikisi Kiçik Qafqaz qalxmasıdır. Maksimal hündürlüyü 2500-dən aşağıdır. Talışa gedir B, 3-ə A. Yəni Kiçik Qafqaz qalxması A, 3-ə A, 1-ə B. Qırışıq qaymalı Nival buzlaq Zəngəzura aiddir. Vulkanogen çökmə süxurlar hər ikisində var, həm Zəngəzurda, həm Talışda. 4000 metrdən yüksək zirvə heç birində yoxdur. Yəni Zəngəzurda ən hündür 3900-dür, 4000-ə çatmır. 1-ə B, 2-ə C, 3-ə A, D. Üzə baxaq. Baş su ayrıcı və yan silsilə Şahdağ və Yarıdağ aiddir. Yan silsiləyə, Tufandağ və Zəfər zirvələri aiddir. Deməli, baş su ayrıcı silsiləyə, Böyük Qafqaz qalxması hər ikisinə, Paleozo yaşlı süxurlar səthə çıxıb, heç birində paleozo yaşlı süxurlar yoxdur burada. Kiçik Qafqaz dağlarına heç biri aid deyil. 1-ə B, 2-ə, 3-ə C. 101. Cədvəl aslında uyğun sıralar. Camışdağ Murova aiddir, Qazangöl dağ Zəngəzura aiddir, götürmürük. Sonra Böyük Kirs Qarabağ silsiləsinə aiddir, götürmürük. Tufandağ Başqafqazdır, götürmürük. Şahdağ yan silsilə, Yarıdağ yan silsilə. Burada oldu 1, 5, 6. 102. Murovdağ, Zəngəzur və Şahdağı uyğunlaşdıraq. Qara Arxat Şahdağ silsiləsinə aiddir. Camışdağ Murovdağa aiddir. Ömər aşırımı da Murovdağa aiddir. D. Qazangöldağ Zəngəzura aiddir. Biçənək də Zəngəzura aiddir. 1-ə B, C, 2-yə D-yə, 3-ə A getdi. 103. Camışdağ Murovdağa aiddir. Şahdağ zirvəsi yan silsiləyə aiddir.
Böyük Kirs Qarabağa aiddir. Böyük Hinaldağ Murovdağa aiddir. Qırxqız isə aiddir Qarabağ silsiləsinin zirvəsidir. 1-ə B, 2-yə C, Y, 3-ə A, D. 104. Uyğunluğu müəyyən edin. Böyük Qafqaz, Baş Qafqazdan şimal-şərqdə yerləşən, cənubda yerləşən və cənub-şərqdə yerləşəndir. Şollar düzü Böyük Qafqazın şimal-şərqində yerləşir. Qanıxayri çay yerləşir Böyük Qafqazın cənubunda yerləşəcək. Ələt tirəsi yerləşəcək, deməli ələt tirəsi düşür hara? Cənub-şərqinə. Qobustan da elə həmçinin cənub-şərqinə. Yan silsilə Baş Qafqazın haradasa şimal hissəsində yerləşir. Yəni onu biz heç birinə qeyd etmirik. Yəni şimal hissəsində, nə şimal-şərqində deyil, nə cənubunda, nə cənub-şərqində deyil. Burada oldu 104-də 1-ə A, 2-yə B, 3-ə C, D. 105-də Camuşdaq şərqi göyçə yanlışdır. Camuşdaq Murovdağa aiddir. Bazayurt Baş Qafqaz doğrudur. Kömürgöy Talış doğrudur. Şah dağı Niyal dağı yanlışdır. Küküdağ Zəngəzur yox, böyük Dərləz olmalı idi. Böyük Kirs Qarabağ doğrudur. Burada nə oldu? 2, 3 və 6. 2, 3, 6 doğru. Bizdən pozulanı istəyirsə, yəni uyğun olmayanları, o halda 1-i, 4-ü, 5-i götür. Yəni doğru olanlar 2, 3, 6-dır. Yanlış verilənlər isə 1, 4, 5-dir. 106. Zəngəzur Sıra dağlarına aid olan zirvə. Qazangöl dağı götürürük. Salavat aşırımı götürmürük. Bunlar Böyük Qafqazdır. Biçənəyə aşırımını götürürük. Qapıcığı götürürük. Yarı dağı götürmürük. 1, 4, 5 oldu Zəngəzur Sıra dağlarına aid olan zirvələr. 107. Vətən müharibəsindən sonra Ermənistanla sərhədimizin yeni bərpa edildiyi ərazilərdə yerləşən relyef faillərindən deyil. Relyef faillərindən deyil deyir. Bura biz götürürük Gəyən düzünü, çünki Ermənistan yox, İran sərhədində yerləşir Gəyən düzü. Vulkanik yaylası daxildir, çıxırıq. Qarabağ dağlarını götürürük, çünki sərhəddə yerləşmiş. Şərqi Göyçə sərhəddi götürmürük, Tuğda sərhəddi götürmürük. 1, 3 həmin sərhəddə yerləşən relyef faillərindən olmadığına görə bizim cavabımız olur burada 1, 3. 108-ə baxaq. Respublikamıza aid olan doğru fikirlər. Talış dağ sistemi bir-birinə paralel uzanan Talış Peştəsər Burovar silsilələrindən ibarətdir. Burada problem yoxdur, doğrudur. Bozdağ, Daşüz, Xocaşen, Böyük Qafqaza aiddir. Bu yanlışdır. Qeyd olunan Bozdağ, Daşüz, Xocaşen bunlar Kür çökməsində yerləşən dağlardır. 3-də nə deyir? Kür-Araz ovalığı tamamilə Dünya okeanı səviyyəsindən aşağıda yanlışdır. Tamamilə yox. Yalnız şərq hissəsi, Xəzərə yaxın olan hissəsi aşağıdır. Amma qərb hissəsi okean səviyyəsindən yuxarıdadır. Deridasiya Kiçik Qafqaz Talışa nisbətən Böyük Qafqazda daha intensiv doğrudur. Çünki Böyük Qafqazda parçalanma daha çox da daha intensivdir. Mezozoy erasının gilli hissləri, qum daşları və həng daşları Ceyran çöl, Samur dəvəçi, Qusar mali düzənliyində geniş sahə tutur. Mezozoy, Ceyran çöl, Samur dəvəçi yanlışdır. Mezozoy Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığında geniş sahə tutur. 6-ya baxaq. Kiçik Qafqaz və Naxçıvanda filiz, Böyük Qafqaz və Kürdə qeyri-filiz faydalı qazıntı tamamilə doğrudur. Kiçik Qafqaz və Naxçıvanda filiz çoxdur. Böyük Qafqazla Kürdə isə qeyri-filiz çoxdur. Burada oldu nə? 1, 4, 6 doğru cavablar. 109-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. Qarabağ silsiləsi Murovdağ və Talış. Camuşdağ Murovdağa aiddir. Kömürgöy Talışa aiddir. Böyük Kirs Qarabağa aiddir. Qızyurdu Talışa aiddir. Qapıcıq Zəngəzura aiddir deyə onu burada heç birinə qeyd etmirik. 1-ə C, 2-yə A, 3-ə B, D. 110. Doğru ifadələri seçin. Talış dağ sisteminin ən hündür zirvəsi Burovar silsiləsində yerləşən kömürgöydür. Kömürgöy Burovarda yox, Talış silsiləsində yerləşir. Yəni bu yanlışdır. Relyefin mürəkkəbliyi geoloji inkişafla bağlıdır. Doğrudur.
Azərbaycan ərazisində ən qədim süxurlara Sədərək qalxmasında və Əsrik çayda rast gəlinir. Doğrudur. Baş Qafqazın və yan silsilənin böyük meyilliyə malik yamaclarında tez-tez sürüşmələr baş verir. Doğrudur. Baş Qafqaza aiddir bu. Sonra nədir? Kürün sol sahilində Şirvan, cənub-şərqi Şirvan, Mil və Muğan düzləri yerləşir. Kürün solunda Şirvan, cənub-şərqi Şirvan doğrudur, amma Mil və Muğan Kürün sağ sahilində yerləşir. Ona görə bu yanlışdır. Burada oldu nə? 2, 3, 4. 111. Dübrar, Baş Qafqaz. Qırxqız, Qarabağ silsiləsi. Qazangöldağ, Zəngəzur. Ziyarət gedəcək deməli Qarabağ silsiləsinə. Raqdan isə gedəcək Baş Qafqaz silsiləsinə. Deməli 1-ə oldu A-Y, 2-yə C, 3-ə B, D. 112-yə baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tektonik çökmə zonası hər ikisi həm Lənkəran, həm Acınahor Kür çökməsində yerləşir. Nöygen süxurları Acınahordadır. Akkumulyativ düzənliyi deyirsə Lənkəran, alit denudasiya deyirsə Acınahor, Xəzər sahili mövqe deyirsə Lənkəran. 1-ə C-yə, 2-yə B-də, 3-ə A getdi. Sonuncu sualımıza baxırıq. Kiçik Qafqaz tektonik zonasında yerləşən dağ silsilələri. Dərələyəzə aiddir, Peştəsər aiddir, yan silsilə Böyük Qafqazdır, Şahdağa aiddir, Ləngəbiz Böyük Qafqaz, Qovdağda Böyük Qafqaz. 1, 2, 4 Kiçik Qafqazın silsilərinə aiddir.